TikToker Nərmin Elnura dəstək olmaq üçün yenidən qutab bişirməyə başlayıb. O, hazırladığı qutabların satışından əldə olunan gəlirin Elnura yönəldiləcəyini bildirib. Bu təşəbbüs sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Allah'a emanet olun. Yox bacı, yox. Mən ailəmlə buradayam, mən işçi deyiləm. Başa düşmürəm, ay əzizlərim, 5300 nəfər. Bir sual verərəm, yəqin ki, indi məndən razılaşanlar da olar, razılaşmayanlar da olar. Ailə nə deməkdir? Baş-başa verib işləməkdə, düzdür? Mənim 2 uşağım var. Nə dəxli var? Mən gedərəm, orada da işləyərəm, burada da işləyərəm. Nə əcəb gəldin? Məcburi gətirdilər səni. Nöş gəldin. Biri yazmışdı, primə ehtiyacım var. Az mən primi neynirəm az? Mən prim neyimə lazımdır? Az mən İsmailli yolun üstündə qutab pişirəndə TikTok yox idi, bacı. TikTok platforması yox idi, yox. Başa düşdün, yox idi. Mən burada qutab pişirəndə bu yolun qırağında bir dənə qutab satan yox idi. Mən yerdə pişirirdim qutabı. Və belə nəm var, nəm. Bilənlər bilər, nəm. Nəmin üstündə. İsmailli deyir ki, bura Ağsuyun kəndidir, Sanqalan kəndidir. Elnur Ağsuyun Şalva kəndindən. Ləm. Ay sağ ol. Mən oturub ləmdə pişirirdim, bacı. Siz nəyi qoyub, nəyi danışırsınız? Ortada mənim canım gedib, durub reytingdən, primdən danışırsınız. Bacı, mənə İraq yaxşılarından, mən hər zaman başı papaqlı, başı şallıların nəsiyyətinə, sözünə, onların dedikləri ilə gedən adam olmuşam. Allah heç bir evi, nəsli, kökü böyüsüz eləməsin. Bu öz yerində. Amma mən bugünkü gündə kimsə məni qınıyar, mən ərimdən ayrıyam, ərim burada, mən Bakıda, o şeylər mənim vecimə də deyil. Kişilər var, Moskvada zülüm çəkir, əziyyət çəkir, ailələri buradadır. O deməkdir ki, arvad, mən sizin gözünüzün önündəyəm. Görürsünüz, mənim heç bir kompleksim yoxdur. Başıma şal bağlayıb qutab pişirirəm, şəhərə gedib mağaza reklam eləyirəm. Demək, mən öz həyatımı yaşayan biriyəm. Yavaş, asta. O kimi idi, Nur? O kimi idi elə qalxdı? Uşaq olar həyətdə, it olar. Öz eləncə qalxdı, heç eləməsin, türün olmasın. Bəli, yəni onu mənə gəlib yazırdınız, 51 yaşında əri get, o mış kimi bəziləriniz ki, müştəri kimi bura gəlirsiniz, mən olmayanda. Ərin ölür orada, getçimizdir. Atmısan əri 51 yaşında kişini İsmailli yolun üstünə gəlmirsən Bakıya, xeyr. Mənim həyatım həm Bakıdan, həm buradan asılıdır. Bəli, təbii ki, mən yoldaşıma dəstək olmağa gəlmişəm. Yenə deyirəm, mənim bu canlını açmaqda məqsədim mənə bəxtəvərlik verməyiniz deyil. Sağ olun. Ehtiyac deyil, PK eləsən bundan çox qazanarsan. Mənə lazım deyil ürəyim. Ehtiyac deyil. Mən 8 il, bundan da 9-cu il işləyəcəm, Allah nə qədər ömür verib mənə. Mənim əlimin sənəti var, yaz. Arvad var, 60 yaşı var, xəmir aça bilmir. Səhər açılandan 200-də yuxa yayılmışam. Başa düşdün, özdə təzə yoğrulmuş xəmirin. Həcim var, heç nə demirəm. Bu axşam sahibindən istəmişəm ki, məndəki olan həci səndə olsun. Sağ ol. Təşəkkür edirəm. Allah həcidən sənə qismət eləsin. Bacıva, anuva, atın varsa ikincin qismət eləsin. Necə tanış gəlirsiniz? Sıcaqlar bəyin yoldaşıyım. Asif bəyin yoldaşı. Rasif, necəsiz? Uşaq 2 gündə başıma xəbər Ay Allah! Axırıncı görsənmirsiniz. Qızım! Gəl, ölərəm elə, gəl. Dur. Xoş gəlmişsiniz. Sağ ol, xoş gəlmişsiniz.
Mama, sənə salam verirlər sırf. Ne derse üzüğü göre. Mama, denən su qədər ömrün olsun. Elə deyə o nəslinə də bəst o dua. Onlar o sulu verir, mən də oturum oralarda. O sulu ver mənə bilir. Stolu ver, bir otursun. Ha, ver də bir. Bütün gün anam ağlayıb ver bura. Anan niye ağlıyor? Nə verir? Anama salam deyirəm. Azıcık gör. He. Sen nerede? Verdim mama, durdum. Aquliyə təşəkkürlər. Bir 8 tane 10 tane de. Elə 10 tane 8 tane isterler.